Salam əziz şagirdlər. Bugün natural ədədlər bölməsinə aid Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi test toplusundan 6 maraqlı sualın həlli ilə qarşınızdayıq. İlk sualımız topluda 7 nömrəli sualdır. Sualda deyilir: 7A çıx 3-ün kvadratı ifadəsinin qiyməti tək ədəddir. Və ifadələrdən hansının qiyməti cütdür? Bu misalı həll etmək üçün əvvəlcə A-nın tək və yaxud cüt olduğunu araşdırmalıyıq. Baxaq, 7 açıq 3-ün kvadratı təkdirsə, 7 açıq 3 özü də mütləq şəkildə tək ədəd olmalıdır. Daha sonra 7A-mız 3 çıxdıqda tək ədəd verirsə, mütləq şəkildə 7A cüt olmalıdır və 7A cütdürsə, 7 təkdir, deməli A cüt ədəd olmalıdır. A-nın cüt olduğunu təyin etdik. İndi gəlin variantlara baxaq. Deyir, hansının qiyməti cüt ədəddir? A variantında verilib. A-nın kvadratı çıxılsın 1. Biz bunu sadələşdirsək, cüt ədədin kvadratından 1 çıxacaq. Deməli, cüt ədədin kvadratı cüt verir. Ondan 1 çıxdıqda isə mütləq şəkildə tək ədəd alacaq. Deməli, A variantı düzgün cavab deyil. B variantına baxsaq, görərik ki, 5A üzərinə gəl 2. Yəni, 5 vur cüt ədəd və üzərinə gəl 2. Hər hansı bir cüt ədəd. 5-i cüt ədədə vursaq, nəticə cüt alınar və üzərinə 2, yəni cüt ədəd gəlsək, onun da cavabı cüt ədəd verər. Yəni, B variantı bizdən soruşulan düzgün cavabdır. Keçək növbəti suala. Növbəti sual test toplusunda 22 nömrəli sualdır. Sualda deyilir: 55940 ədədi 2-5 rəqəmli ədəd verilib və bu 2-5 rəqəmli ədədin fərqinə tam bölünür deyir. Həmin o 5 rəqəmli ədədlərin açılışlarını yazaq. Yəni, A, B, C, D, Y 5 rəqəmli ədədinin açılışını yazaq. Onluq sistemdə yazılışda açılışı eləyir 10.000 A üzərinə gəl 1000 B üzərinə gəl 100 C üzərinə gəl 10 D və üzərinə gəl Y. Bu bizim ədədimiz. Daha sonra növbəti ədədimiz A, D, C, B, Y ədədidir. Və analoji qaydanın bunun da açılışını yazsaq, alırıq 10.000 A üzərinə gəl 1000 D üzərinə gəl 100 C üzərinə gəl 10 B üzərinə gəl Y. Və qeyd olunub ki, həmin ədədlərin fərqi. Biz bu ədədləri alt-alta çıxsaq, görəcəyik ki, 10.000 A-lar islah gedəcək, 100 C-lər islah gedəcək və Y-lər islah gedəcək. Qalacaq 1000 B çıxılsın 10 B, yəni 990 B və 10 D çıxılsın 1000 D. Yəni, ondan 1000 çıxsaq, mənfi 990 D. Bu ifadə qalır. Bu ifadəni sadələşdirsək, alarıq ki, 990-ı mötərizə xaricinə çıxaraq, B çıxılsın D. Və verilmişdi ki, bu fərq bizdə 5940-a bölünür. Yəni, 5940 məxrəcə isə 990 bölünsün, vurulsun B çıx D. Sadələşdirmələri eləsək, 5940-ı 990-a islah eləyəcəyik və 6 bölünsün B çıx D alacağıq. B çıx D fərqinin ala biləcək qiymətləri istəyir və 6-ya B çıx D fərqi bölünməlidir aldıq biz. Deməli, biz 6-nın natural bölənlərini tapmalıyıq. 6-nın natural bölənləri isə 1, 2, 3 və 6-dır. Bizə deyir ki, ala biləcəyi qiymətlərin cəmini tapın və biz bu qiymətləri cəmləsək, düzgün cavab 12 olar. Keçək növbəti suala. Növbəti sual 24 nömrəli sualdır. Sualda deyilir: 9n kubu bərabərdir
4 rəqəmli bir ədəd verilib. M 0,87. Bu bərabərlikdən M vur N hasilini soruşur. Diqqətli olsaq görərik ki, sol tərəf 9-a vurulub. Deməli, bizdə sağ tərəfdə verilən 4 rəqəmli ədəd də 9-a bölünməlidir. 9-a bölünmə əlamətinə görə rəqəmlərinin cəmi 9-a bölünməli idi. Sol tərəfdəki ədədin rəqəmlərinin cəmi M üstəgəl 15-i verir və onun da 9-a bölünməsi üçün ən yaxın 18 olmalıdır. Yəni, M-in də rəqəm olduğunu unutmuruq. Bu nəticəyə gəlirik ki, M mütləq şəkildə 3 alınır. Gəlin, M-in 3 olduğunu nəzərə alıb N-i tapaq. 9 N-in kubu bərabərdir 3087. Biz N kubunu tapmaq üçün 3087-ni 9-a bölürük, alırıq 243. N-in kubu 243-dürsə, N bizə 7-ni verir. Deməli, M-i tapdıq ki, 3-dür, N isə 7-dir. Bizdən M vur N hasilini istəyirdi. 3 vur 7 eləyir 21. Düzgün cavab 21 eləyir. Keçək növbəti suala. Test toplusunda 28 nömrəli sualdır və sualda deyilir. 2 rəqəmli ədədin təkliklərinin sayı onluqlarının sayından 3 dəfə çoxdur. Gəlin 2 rəqəmli ədəd götürək. 2 rəqəmli ədədi A, B şəklində işarə eləyə bilərik. Və deyir ki, onun təkliklərinin sayı onluqlarının sayından 3 dəfə çoxdur. Bu isə o deməkdir ki, bizdə B və A arasında asıllıq var və bu asıllıq təkliklərinin sayının çox olduğunu göstərirsə, B-miz 3A-ya bərabər olacaq. Və bu iki rəqəmli ədədin rəqəmlərinin fərqinin hasili 234-dür. Yəni, həmin iki rəqəmli ədədimizi yazırıq. A, B iki rəqəmli ədədini vururuq həmin iki rəqəmli ədədin rəqəmlərinin fərqinə. Yəni, B çıx A-ya. Cavab isə 234 eləməlidir. Biz B çıx A ona görə yazdıq ki, böyük rəqəmdən kiçik rəqəmi çıxaq. Çünki cavabımız da müsbət verilmişdir. Söhbət natural ədədlərdən gedir. Burada AB iki rəqəmli ədədin onluq açılışlarını yazaq. 10 A üzərinə gəl B və daha sonra B çıx A-ya hasili bizə 234-ü vermişdi. Artıq biz daha əvvəl B-nin 3A-ya bərabər olduğunu tapmışdıq və bunu nəzərə alaq öz misalımızda. Deməli, B-lərin yerinə 3A yazacağıq. 10A üzərinə gəl 3A vurulsun 3A çıxılsın A bərabərdir 234. 13A-nın 2A-ya hasili 234 verirsə, 26A-nın kvadratı 234-dür. A-nın kvadratı 9-u verirsə, A natural ədəd olmaq üçün 3 olmalıdır. A 3-dürsə, təbii ki, B-miz də 3A olduğuna görə 3 vur 3 bizə 9-u verir. Bu ədədi tapın demişdi. Ədədimiz AB 2 rəqəmli ədədi olmalıdır və eləyir 39. Düzgün cavabımız 39-dur. Keçirik növbəti suala. 32 nömrəli sualdır topulda. Bu sualda x, y və y, x natural ədədləri üçün bir tənlik verilib və qiymət təyin olunub. X üstəgəl y cəminin ən böyük qiyməti istənilir. Ən böyük sözünü diqqətimizdən yayındırmayaq. X, y və y, x-in açılışlarını yazın bir qıraqda. X, y 2 rəqəmli ədədi təbii ki 10x üzərinə gəl y-dir və y, x ədədi isə həmçinin 10y üzərinə gəl x-dir. Daha sonra bu açılışları bizdə verilən tənlikdə yerinə yazaq. Tənlikdə verilmişdi ki, x, y çıxılsın y bölünsün y, x çıxılsın x bərabərdir 4. Açılışları yerinə yazsaq, 10x üzərinə gəl y çıx y bölünsün 10y üzərinə gəl x çıx x bərabərdir 4. Sürətdə y-lər, məxrəcdə x-lar islah gedir.
10x-ın 10y-ə nisbəti bizə 4-ü verməlidir. Onları ixtisar etsək, x böl y 4, x-ımız bərabərdir 4y almış oluruq. X-ımız 4y-dirsə və x və y bilirik ki, rəqəmlərdir. Bu zaman biz ən böyük qiyməti tapmaq üçün x-a mümkün ən böyük rəqəmi verməliyik ki, həmin o rəqəm 4-ə bölünsün. Çünki 4y x-a bərabərdir. Deməli, 4-ə bölünən ən böyük rəqəm 8-dir, x-ımız olacaq 8 və sağ tərəfdə 8-ə bərabər olması üçün y-imiz mütləq şəkildə 2 qiyməti alır. X üstəgəl y cəmini soruşur. Ən böyük x üstəgəl y cəmi 8 üzərinə gəl 2, o isə eləyir 10. Düzgün cavab 10. Və keçirik bu bölmədən sonuncu sualımızın izahına. 36 nömrəli sualda deyilir. Açılışlar verilib. A, C, 2 rəqəmli ədədlər verilib. Üzərinə gəl B, B və üzərinə gəl C, A. 2 rəqəmli ədədlərinin cəmi bizə 77-ni verib və A, B, C bir-birindən fərqlidir. Bunu diqqətə saxlayacağıq. Olarsa ABC ədədinin ala biləcəyi ən böyük qiyməti ilə ən kiçik qiymətinin cəmini tapmaq soruşulur. Biz bunların hər birinin açılışlarını yazaq. 10A üzərinə gəl C, üzərinə gəl 10B, üzərinə gəl B, üzərinə gəl 10C və üzərinə gəl A. Bərabərdir 77. Sadələşdirmələri aparsaq, 11A üzərinə gəl 11B üzərinə gəl 11C bərabərdir 77 alarıq. 11-i mötərizə xaricinə çıxarırıq. A üzərinə gəl B üzərinə gəl C bərabərdirsə 77. Hər tərəfi 11-ə bölsək, A üzərinə gəl B üzərinə gəl C bərabərdir 7-ni verir. Deməli, ABC bir-birindən fərqli rəqəmlərdir və onların cəmi bizə 7-ni verir. Və ABC 3 rəqəmli ədədinin ən böyük və ən kiçik qiymətlərinin cəmi istənilir. Ən böyük qiyməti olması üçün A-nın qiyməti ən böyük olmalıdır. Bunun üçün isə C və B-yə mümkün qədər kiçik rəqəmlər verilməlidir. Və biz C-yə ən kiçik 0, B-yə 0 verə bilmərik. Nəyə görə 0 verə bilmərik? Çünki burada bizim ədədlərimiz 2 rəqəmli ədədlər idi. Baxırıq A, C, B, B və C, A. Yəni həm A, həm B, həm də C 2 rəqəmli ədədin əvvəlində gəldiyinə görə 0 ola bilməz. Bu zaman C-yə ən kiçik 1 veririk, B-yə fərqli olduqlarına görə ən kiçik 2 və bu zaman A-ya 4 qiyməti qalır. Deməli, ən böyük qiymət 421 mümkündür. Ən kiçik qiymət isə bunun əksinə 124 qiymətini ala bilər. Və bizdən ən böyük və ən kiçik qiymətlərin cəmi soruşulurdu. Bu iki ədədi toplayırıq və cavab eləyir 545. Deməli, 36 nömrəli sualımızın da düzgün cavabı elədi 545. Bu mövzuya aid izahımız bu qədər. Növbəti videolarda görüşənədək.